Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, əziz abituriyyentlər. Bu günlər biz deməli 2017-ci ildən 2024-cü ilə qədər birinci qrup qəbul imtahanlarında istifadə olunmuş sualların və sınaqlarda istifadə olunmuş sualların izahına baxacağıq. Deməli, burada mövzumuz, bugünkü mövzumuz atom quruluşu və kimyəvi rabitə mövzusudur. Başlayaq vaxt itirmədən suala. Suallar keçməmişdən öncə bir daha öz təşəkkürümüzü bildiririk Əhliman müəllimə. Sağ olsun ki, bu cür gözəllikdə testləri tərtib edib və bizə təqdim edib. Deməli, vaxt itirmədən başlayaq ilk sualdan. X atomunun nüvəsində neçə proton var? Deməli, biz burada X atomu 4 elektron verdikdən sonra çevrilən ionun modelini görürük. Çevrilən ionun modelində baxırıq ki, burada birinci təbəqədə 2 elektron, ikinci təbəqədə 8 elektron, üçüncü təbəqədə nə qədər elektron var? 2 elektron var. Yəni biz buradan görürük ki, artıq bunun 12 elektronu var. 12 elektron var və bu 4 elektron verərəkdən 12 elektron olub. Deməli, bunu əvvəl, yəni X atomunun 16 elektronu olub. Əgər 16 elektron olubsa, X atomunun nüvəsində də 16 proton olacaq. Doğru cavab variantı A variantı oldu. 3s2 3p6 sonluğu ilə qurtaran X42 müsbət ionun neçə proton, neytron və elektron var? Deməli, 3s2 3p6-nın əvvəldən, yəni tam elektron oluşunu yazaq. 1s2, 2s2, 2p6, 3s2 və 3p6. Üstlərin cəmini topladıq və biz buradan gördük ki, x-in kütləsi 40 verilmişdi bizə, yükü müsbət 2-dir. Və üstlərini toplayanda 2, 2, 6, 2, 6-nı toplayanda 18 elektron olduğunu görürük elektron quruluşundan, elektron formundan. Deməli, 18 elektron varsa, bunun 20 proton olmalıdır. Çünki müsbət yüklü iyonu 2 müsbət yüklüdür və protonların sayı 2 vahid artıqdır elektron sayının. 40-dan da 20-ni çıxdıqda bizə verir neytron sayını. Biz bilirik ki, protonla neytron cəmi kütlə ədədini verir. Deməli, biz artıq burada müəyyənləşdirdik ki, 20 proton, 20 neytron və 18 elektronumuz var. Doğru cavab variantı A variantı oldu. Daha sonra keçirik üçüncü suala. Üçüncü sualda nə deyir bizə? Üçüncü sualda 3s2 yenə də tam ekran oluşunu yazaq. 1s2, 2s2, 2p6, 3s2 və 3p6. Deməli, elektron formuluna malik. Yəni, burada x31 plus 31-dir, yükü 3 mənfidir. Bunun 18 elektronu var. 18 elektronu varsa, onu da haradan tapdıq? Elektron oluşuna görə. Bax, 2, 2, 6, 2, 6-nı topladıq. 18 elektron var. Əgər 18 elektronu varsa, onda belə çıxır ki, bunun 15 dənə protonu var. 31-dən 15 çıxanda 16 edir. 16 neytronu var. Deməli, bizdə var 16, 15 proton, 16 neytron və 18 elektron. Doğru cavab variantı D variantı oldu. Dördüncü suala baxaq. 8-ci qrupun əsas yarımqrup elementləri necə adlanır? 8-ci qrupun əsas yarımqrup elementləri təsirsiz qazlar və yaxud təzyiq qazlar adlanır. Təsirsiz qazlar hansılar idi? Xatırlayaq bunları. Helium, neon, argon, kripton, xenon və rodon. Deməli, təsirsiz qazlar qrupunda yerləşən, yəni 8-ci qrupun əsas yarımqrupunda yerləşən elementlər bu elementlərdir. 5-ci suala baxaq. Dörd valentli X elementinin oksigen formunu göstərin. Əgər X-imiz bizdə 4 valentlidirsə, oksigenimiz də bilirik ki, sabit 2 valentli elementdir. Bunlar X-a getdi. Burada qaldı 2, burada qaldı 1. Sarpaz qaydaya əsasən 2 oksigen ayağına düşdü, 1 də düşdü bura. Və yaxud da 2 ilə bir ortaq məxrəsi 2 eləyir, 2-ni 2-yə bölündə 1, 2-ni 1-ə bölündə 2. Deməli, 4 valentli elementin oksigenin formulu XO2 olmuş olur. Yəni, doğru cavab variantı C variantı oldu. Daha sonra keçirik 6-cı suala. 6-cı sualda nə deyir bizə? X23 elementin pi elektronlarının sayı elektronların sayından neçə dəfə çoxdur? 23 alsaq 1s2, 2s2, 2p6, 3s2, 3p6. Deməli, biz bilirik ki, ilk öncə dolan təbəqə 4-cü təbəqədir 3p6-dan sonra 4s2, 3d3 şəklində yazırıq. Deməli, pi elektronların sayı 6 dənə 2p6-dadır, 6 dənə də 3p6-dadır. Toplam pi elektronlar nə qədər oldu? 12. D elektronların sayı, D elektronları isə 3 dənədir. 12-ni də 3-ə böləndə neçə dəfə çox edir? 4 dəfə. Deməli, deyir, neçə dəfə çoxdur? Olur 4. Soru cavab variantı 4 oldu. Daha sonra 3s2 3p6 sonluğu ilə qurtaran bayaqşı sualda təkrar oxuyarsan düşüb bu. Yenə də eyni qayda ilə bir də təkrar deyək. 3s2 3p6-nı tam elektron formulunu yazsaq, biz görək ki, burada 18 elektronumuz var. 18 elektron varsa, burada 15 proton var. 31-dən 15 çıxılan 16 neytron var.
Deməli, bizdə var 15 proton, 16 neytron və 18 elektron. Deməli, doğru cavab variantı burada B variantı oldu. Elektron formulu verilmiş elementlərdən hansı qüvvətli reduksiyacılık xassəsinə malikdir? Qüvvətli reduksiyacılık xassəsi nədir? Ümumiyyətlə, metallıq xassəsi, reduksiyacılık xassəsi və atom radiusu xassələr olaraq eyni cür dəyişir, eyni cür artır və yaxud eyni cür azalır. Reduksiyacılık elektron vermək qabiliyyətidir. Atomun xaric təbəqəsində elektron sayı nə qədər az olarsa, o daha çox elektron vermək qabiliyyətinə malikdir. Biz görürük ki, burada hamısı üçüncü təbəqədə yerləşib və üçüncü təbəqənin, yəni üçüncü dövrün elementləridir. Və elektron daha rahat verə bilən 3s1 olacaq. Çünki onun xaric təbəqəsində cəmi bir elektron var. Yəni bunu vermək daha rahatdır. Nəinki üçüncü təbəqəni tamamlayıb, yəni 8-də tamamlamaq bu daha çox enerji sərf eləyər. Yəni buna daha çox enerji sərf olunur. Ona görə doğru cavab variantı bizdə olur, Y variantı. Davam edirik. 8-ci sualdan sonra keçirik 9-cu suala. 9-da nə deyir bizə? Elektron formulu verilmiş elementlərdən hansı daha qüvvətli oksidləşdirici qabiliyyətinə malikdir? Bayaq reduksiyacı soruşurdu, indi oksidləşdirici qabiliyyətini soruşur. Oksidləşdirici qabiliyyəti isə elektron almaq qabiliyyətidir. Yəni biz elektron almaq qabiliyyəti yüksək olmalıdır. Yenə də gördüyümüz kimi hamısı eyni dövr elementidir. Elektron almaq qabiliyyəti xaric təbəqədə elektron sayı ən çox olana aiddir. Biz də görürük ki, burada xaric təbəqədə ən çox elektron olan, yəni üçüncü təbəqədə 6 elektronu olan D variantıdır. Ən çox buradadır. Deməli, 10-cu sualda hansı ionun elektron formulu maqnezium 12 müsbət ionun elektron formulu ilə eynidir? Elektron formulu ilə eyni olmaq üçün elektronların sayı eyni olmalıdır. 12 müsbətdə neçə elektron var? 10 elektron var. Yəni biz 10 elektron olan axtarmalıyıq. Doğru cavab variantı təbii ki, burada olacaq. Biliyor 9 mənfi. 9-lu bir elektron alır, olur 10 dənə. Yəni elektron maqneziumdan eyni oldu. Eyni sual 11-ci sualda da belədir. Deməli, alüminium 13 3 müsbət ionun elektron formulu ilə eynidir. Deməli, necə eləyəcək bunu? Təbii ki, yenə baxırıq, burada 10 elektron var. Biz də axtarmalıyıq 10 dənə elektron olan birinci, flor 9 mənfi də var. Maqnezium 12 müsbət də var və natrium 11 müsbət də var. Doğru cavab variantı olacaq 1, 3 və 5. Deməli, bu da oldu belə. 13-cü sual. İzotopları müəyyən etmək lazımdır. İzotop nə idi? Proton sayıları eyni olanlar. Proton sayı eyni olmaq üçün. Proton sayı bizə verilir neytron sayı və kütlə ədədi. Biz də bilirik ki, kütlə ədədindən neytron sayını çıxıb proton sayını tapa bilərik. 19-dan 10 çıxanda qalır 9, 16-dan 8 çıxanda qalır 8, 12-dən 6 çıxanda 6, 13-dən 7 çıxanda 6 edir. Deməli, gördüyümüz kimi eyni proton sayı olan Z və T olur. Z və T isə D variantındadır. Keçək növbəti suala. Deməli, 13-cü sual. 13-də nə deyir bizə? Bir dəqiqə baxaq. 13 mi oldu? Bəli, 13-cü sual. Deməli, hansı karbohidrogenin bir molunda, bir molekulunda cəmi 40 elektron var? Deməli, karbohidrogenlərdə elektron sayılarını necə tapacağıq? Hansında, yəni 40 elektron olduğunu necə tapırıq? Bir karbonun 6 elektronu var, bir hidrojenin 1 elektronu var. Deməli, biz bir-bir hesablama aparsaq, 2-ni vursaq 6-ya, 12, üstəgəl 4, 16 edəcək. A variantı deyil. 6-nı vurdum 6-ya, 36 elədi. Çünki 6 karbon var. Bir karbonun 6 protonu varsa 6-nı 6-ya vuranda, deməli 36, bu da 12. 36-nın 12 48 eləyir. Burada deyil. 5-i vurdum 6-ya 30, 10 dənə də burada 40. Doğru cavab variantı C variantıdır. Yəni 40 protonu varsa, bu verilənlər 6 bir proton sayıdır. Biz bilirik ki, proton sayı da elektron sayına bərabərdir. Ona görə də 40 elektron olacaq C variantında. Deməli, X müsbət 3 ionunda elektronların sayı klor 37, 17 ionunda olan neytronların sayından 3% çoxdur. 37, 17-də nə qədər neytron var? 37, 17 çıxanda edir 20 neytron. Deməli, klor 17, 37, 17-nin 20 neytronu var. Düzdürmü? Və deyir ki, X-in elektron sayı bu neytron sayı, yəni 20-dən 3% çoxdur. Yəni nə qədərdir? 23. Yəni mən X3 müsbətin 23 dənə elektron olduğunu bildim. 23 elektron olması üçün təbii ki, bunun 26 dənə nə olmalıdır? Proton olmalıdır. Proton sayı elektron sayından 3% çoxdur. 26 protonu varsa, X atomunun normal halda, atom halında 26 elektron olacaq. Biz 26-nı asmalıyıq. 26-nı asanda 4s2, 3d6 şəklində bitirir. 4s2, 3d6 da, yəni 3d6, 4s2 doğru cavab variantı B variantı olacaq. Eyni tipli sualdır. X müsbət ionunda elektronların sayı 56, 26 dəmir atomu neytronların sayından 3 dəfə azdır. 56-dan 26 çıxanda biz bilirik ki, 30 neytron qalır. 30 neytrondan 3 dəfə az
edir 10 dənə. Deməli, X müsbətin 10 dənə nəyi var? Elektronu var. Onda belə çıxır ki, bunun 11 dənə protonu var. Və X atomunun X elementini deyirsə, biz 11-ə baxacağıq. Çünki atom halında bunun 11 protonu varsa, 11 dənə də elektronu olacaq. 11 asanda 3s1 ilə bitir. Yəni tam ekran uçlarına aslında və mən qısa yazdım. Deməli, bu da yerləşir 3-cü dövrün birinci qrupunun əsas yarım qrupu. 3-cü dövr, birinci qrup, S elementi deyə əsas yarım qrupda yerləşir. Deməli, 3-cü dövrün birinci qrupun əsas yarım qrupu variantı A variantında olur. Doğru cavab variantı A variantı. Davam edək. Davam edək 16-cı sualla. 16-cı sual sadə sualdır. Bu da deməli, elementin sıra nömrəsi verilir 7, 9 və elektron formunu soruşur. Biz bilirik ki, elementin sıra nömrəsi onun proton sayı ilə eynidir. Yəni proton sayı sıra nömrəsidir. Deməli, 7 protonu varsa, 7 sıra nömrəsi 7 isə 7 protonu var. Və 7 proton varsa, bunun 7-də nəyi var? Elektronu var. Və yaxud da eyni qayda ilə 9 protonu və yaxud da 9 elektronu var. Onda biz 7 ilə 9 asmamız kifayətdir. 7-ni asanda 1s2, 2s2, 2p3 şəklində bitir. Yəni qısa ekran formunu yazaraq 2s2, 2p3. 9-u da sanda 1s2, 2s2, 2p5. Və burada da qısa ekran vuruşu 2s2, 2p5-dir. Ona görə doğru cavab variantımız olur Y variantı. Bitdi. Keçirik növbəti suala. Deməli, 17-ci suala baxırıq. X22 müsbət iyonunda proton, deməli, bir dəqiqə. Aha. E, Proton və elektronların sayını müəyyən etmək lazımdır. Proton sayı biz görürük bunu açıq şəkildə 20-dir. Deməli, elektron sayısı 22 müsbət, yəni 2 elektron verilmiş şəkildədir. Müsbət yüklü kationdur. Onda belə çıxır ki, bunun 18 ilə də elektronu var. Doğru cavab var. Yenə Y variantıdır. 18-ci suala gəldik. Əsas yarımqrup elementləri X, Y elementləridir. Atomun elektron təbəqəsində elektron sayı. Deməli, X-in 3s təbəqəsində 1 elektron var, 3p-də 0-dır. Deməli, bunun X-in qısa elektron formulu nə edəcək? 3s1 ilə. Bizdə Y-də isə deyir ki, 3s təbəqəsində 2 dənədir, 3p təbəqəsində 5 dənədir. Onda bunun qısa elektron quruluşu 3s2, 3p5 şəklində bitəcək. Və biz buradan nə soruşur bizdən? X və Y elementlərinin əmələ gələn birləşmənin bir molunda neçə atom var? Birinci bunların əmələ gətirdiyi birləşməyə baxaq. Elektron saylarını da tapa bilərik ilk öncə. Deməli, 3s1-ə qədər tam elektron quruluşunu yazsaq, 1s2, 2s2, 2p6, 3s1, 11 dənə elektron var. Bu X-in yanına yazaq ki, bir X-in 11 elektronu var. Deməli, asıl bizə ona ehtiyac yoxdur, yox. Birləşmədə neçə atom var deyə heç buna tapmağımıza ehtiyac yoxdur. Sual tam oxumadım deyə bunu tapmağa ehtiyac yoxdur. Yəni yenə də tapa bilərik. Elektron sayını soruşsa ki, X və Y elementlərdən əmələ gələn birləşmədə nə qədər elektron var? Mən sualı ilə başa düşdüm. Onu soruşsa da eyni qayda tapa bilərik. Amma bizə deyir nə qədər atom var? Artıq bizə bu kifayət edir məncə. Deməli, baxaq, 3s1-dirsə, bunun belə deyək ki, birinci qrup elementidir. Birinci qrup elementidir və bir elektronu verəcək bu xarici təbəqədə birləşmə əmələ gətirərkən. Yəni, X-in oksidaşma dərəcəsi müsbət 1. Yəni, müsbət 1, 1 yazdığımız müsbət olacaq. Deməli, daha sonra, buraya yazaq müsbət. Y elementinə 3s3p5 şəklində baxsaq, deməli, görürük ki, bunun xarici təbəqəsində 8-də tamamlamaq üçün, yəni 3p6 olmaq üçün bir elektron almalıdır. Yəni, bunun oksidaşdirici qabiliyyəti daha çoxdur axı. Bir elektron almaq üçün də bunun oksidaşma dərəcəsi -1 olacaq. Və çarpaz qaydada müsbət bir -1 indekslərə heç bir şey yazılmayacaq. Deməli, onda bunların əmələ gətirdiyi birləşmə XY yazılır. XY-in 1 moluna neçə mol atom var? 2 mol atom var. Doğru cavab variantı 2 oldu. Daha sonra keçək 19-cu suala. 19-cu sualda nə deyir bizə? 19-cu sualda X mənfi 10 elektronların sayı 37-17 xlor atomlu olan neytronların sayından 2 vahid azdır. 37-17-də 20 neytron var. 20 neytronların sayı, yəni 20-dən 2 ədəd azdır. 2 ədəd azdırsa bu neytronların sayı. Bu neytron sayı olacaq 18. X mənfi neytron sayı 18-dir. 18-dirsə, onda bunun proton sayı olacaq 17. Əgər yenə də neytral X atomundan danışırıqsa biz, 17 proton varsa bunun 17-dən nə olmalıdır? Neytral halda. Elektron olmalıdır. 17-nin asanda 3s2 3p5 ilə 3s2 3p5 ilə bitir. Yəni qısa elektron vuruşu 3s2 3p5 olur. Aşağıda yenə eyni sualda o 7-ci elementin sıra nömrəsi 17-dir. Elektron vuruşunu tapmaq lazımdır. Sıra nömrəsi 17 isə bunun 17 protonu var.
17 dənə elektron var. 17-nin asanında 3s2, 3p5 ilə bitirəcəyik. Deməli, normal halda X atomunun P elektronların sayı 11-ə bərabərdir. X-in protonların sayını tapaq. Deməli, normal halda P elektronların sayı 11-ə bərabərdir. Yəni, P-nin 11-ə qədər əsas, yəni elektron qrupuna sal P 11 olmalıdır və baxaq görək necə olur. Deməli, 1s2, 2s2, 2p6, 6 dənə P-ni burada işlətdim. 3s2, 3p deməli nə olmalıdır? 5 olmalıdır ki, 6 ilə 5-in cəmi nə versin bizə? 11 versin. Davamı varmı? Xeyr. 3p6 dolmalı ki, davam növbəti orbitalda olsun. Ancaq bu burada dayandı. Deməli, protonların sayını deyirsə, ümumi elektronların sayını tapmamız kifayətdir. 3s3p5 17-dir. Deməli, 17 elektron varsa bunun 17 dən də protonu olacaq. Doğru cavab variantı Y variantı oldu. Daha sonra keçirik 22-ci suala uyğunluq sualıdır. 22-ci sualda bizə deyir ki, P elementi və D elementi olduğunu müəyyənləşdirməliyik. Oksigenin qısa elektron quruluşu belə olacaq. 8-ci element isə 2s2, 2p neçə olacaq? 4. P elementidir. Yəni belə deyək, birinciyə gəldi 1. 1 yazaq bura. 26-nın sonunda 4s2, 3d6 D ilə bitib. Sonluq D elementidir. 2-yə gəldi 2. 29-a sonunda yenə 4s1 usulum var idi burada. Onu nəzəriyyadan satmayaq. 4s1, 3d10. Deməli, bu D elementidir. 3 gəldi. Deməli, bura ikinciyə. 15-ə sonunda 3s2, 3p3 ilə bitirdiyə P elementidir. P də gəldi bura. 4 də gəldi bura. 1, 4, 2, 3. 1, 4, 2, 3 variantı da C variantındadır. 20-ci sual bayaq yazdığımız sualdan da bayaq mən dediyim tip buydu. Baxın, deməli necə olacaq? Deyir ki, X, Y elementlərinə əmələ gələn birləşmənin molekulunda neçə elektron var? Deməli, bu mən bayaq dediyim tipdəndir. 3s2, 3p0 ilə bitirəcək. Deməli, bunun qısa elektron quruluşu 3s2-dir. 3s2-yə qədər açanda 1s2, 2s2, 2p6, 3s2. 12 dənə elektron edir üstlərini toplayanda. Deməli, X-in 12 elektronu varsa, 12 dənə də protonu var. Düzdürmü? Və yaxud da 12 elektron var ya da birbaşa. Çünki bizə elektron tələb olunur. Aha. Deməli, 12 elektron. 3s2, 3p5 ilə 3s2, 3p5. Bunun əvvəlin açanda 1s2, 2s2, 2p6, 3s2, 3p5-i toplayanda üstlərini 17-dir. Bunda 17 elektron var. Bunların bir hərəsinin 1 molunda olan elektron sayını tapdıq. İndi biz X və Y-in əmələ gətirdiyi biləşmənin formulunu da bilməliyik. Görək necə olur. 3s2 isə bu X-in oksidaşma dərəcəsi, yəni 2 elektron verirsə, müsbət 2 olacaq. 3s2 3p5-də 1 elektron almalı oksidaşdırıcı qabiliyyət daha yüksəkdir. Deməli, o da -1 olacaq. Yəni, Y-imiz -1 oldu. Çarpaz qaydaya əsasən 2 düşdü bura, 1 düşdü bura. Deməli, əmələ gələn biləşmənin formulu X, Y2 oldu. Deməli, bu X, Y2-də deyir cəmi neçə elektron var? Biz də bilirik. Bir dənə X-də 12 elektronumuz var. Üstə gələk. Bir Y-in 17 elektron var, amma bizdə Y 2 dənədir. 2-nin 17 oranında 34 eləyir. Bərabərdir. 17-nin 34-ümüz eləyəcək 46. Doğru cavab variantımız nə olur? C variantı olur. Davam edək. Deməli, keçirik 24-cü suala. 24-cü sualda nə deyir bizə uşaqlar? Deməli, xlor 17 mənfi ionuna uyğun gələn elektron formulu. Xlor 17 mənfi ionuna uyğun gələn. 17 mənfinin neçə elektronu var? Deməli, 18 elektronu var. Biz 18-i asacağıq artıq. İonun elektron formunu soruşur bizdən. Atom desə, element desə 17-ni asırıq. Amma ion deyirsə 18-i asacağıq. 1s2, 2s2, 2p6, 3s2, 3p 6 olacaq. 3s2, 3p6 elektron formulda deməli, Y variantındadır. Doğru cavab variantı Y. Deməli, biz artıq dövri sistemin, atom quruluşu dövri sistemi mövzusuna aid qəbul imtahanlarında və ya sınaq imtahanlarında istifadə olunmuş sualların cavablarına baxdıq. 2017-ci ildən 2024-cü ilə qədər. Eyni qayda ilə indi davam edirik kimyəvi rabitə ilə. Deməli, başlayaq ilk sualdan. Deməli, bizə X, Y, Z arasında münasibəti müəyyən edin soruşur. Maddələr verilir və bir molda olan ion rabitələrin sayı. Amonium karbonat necə yazılır? NH4, 2 dəfə, CO3. Natrium sulfat, natrium 2, SO4. Alüminium sulfat, alüminium 2, SO4, 3 dənə. Və biz bilirik ki, ion rabitələrin sayını tapmaq üçün metalın valentini 2-yə vurmalıyıq. Ümumiyyətlə, amonium olan biləşmələrdə isə amonium ionunun sayı qədər ion rabitəsi olur. Bizdə NH4-də amonium karbonatda 2 NH4 qrupu var, 2 amonium qrupu hissəsi var.
Ona görə bunun iyon rabitəsi sayı olur 2-yə bərabər olur. Deməli, x oldu 2. Natrium sulfatlar. Natrium bir valentli metaldır biz bilirik. 2-ni vururuq 1-ə. 2 dənə iyon rabitə burada da var. Burada olur 2. Təbii ki, 1 molundan söhbət edir. Deməli, alüminium sulfatda alüminium birleşir 3 valentlidir. 2-ni çövranda neçə edir? 6 iyon rabitəsi edir. Deməli, 6 iyon rabitəsi də buradadır. Deməli, nə deyir? Bunları müqayisə aparmalıyıq. X bərabərdir Y-ə, Z də hər ikisindən böyükdür. Z böyükdür, X bərabərdir Y. Doğru cavab variantı D variantıdır. İkinci sual. Fluorun maksimal və minimal oksidaşma dərəcəsi. Fluorun oksidaşma dərəcələri -1 0-dır. Maksimal 0 olacaq, minimalı -1. Deməli, 0 -1 variantı A variantında olur. Daha sonra keçirik növbəti suala. Növbəti sualımız deyir ki, hansı birləşmənin molekulun pi rabitələrinin sayı sigma rabitənin sayından 2 dəfə çoxdur? Bunların quruluşuna çat. Birinci A maddəsinə verilən maddə CH2 o maddəsi. Aldehiddir. Qarışıq aldehiddir. Biz bunu HCO H şəklində yazacağıq. B variantına verilən maddə C2H4-ü gəlin yazaq. Deməli, 2 dənə karbonumuz var. Karbonlar bir-birinə birləşdi. Hər karbona 2 dənə hidrogen düşdü. Və biz də bilirik ki, bütün birləşmələrində karbon, yəni CO-dan başqa 4 valent olur. 4 valenti tamamlamaq üçün burada ortada 2 qat rabitə olmalıdır. Bunun quruluşunu astıq. C variantına baxaq. C-də C2H deyir. Yenə gəlin bunu birlikdə yazaq. Yenə 2 karbonumuz var. Hər karbona 1 hidrogen verməliyik təbii ki. Çünki 2 dənə də hidrogenimiz var. Və rabitə sayı görürsünüz düzü gəlmir. Karbon 4 valent olmalı deyə ortada 3 qat rabitə olmalıdır. Yəni asetilinin quruluşunu çəkirik. Deməli, və D variantına baxaq. D variantında NC-dir bizə. NC-də azot molekulunda azot atomları arasında biz bilirik ki, 3 qat rabitə var. Y variantında isə CO2 birləşməsinə baxaq. CO2 bir karbonumuz var. 2 qat rabitə ilə oksigenlərə birləşir. Deməli, xətti vuruşu molekuldur. İndi gəlin baxaq. Deyir ki, pi rabitələrin sayı sigma rabitənin sayından 2 dəfə az olur. Yəni, pi rabitənin sayı çox olsun. Təbii ki, uyğun variant D variantı görünür. 2 dənə pi rabitəmiz var. Düzdür D variantında. Onu necə tapırdıq? Azot, 3 qat rabitə azot. Çox qat rabitələrdən, ümumiyyətlə, biri sigma olur, geridə qalanlar pi olur. Burada 1 sigma rabitə var. 1 sigma. Sigma. Deməli, 2 dənə də pi rabitəsi var. Deməli, pi rabitəsi sigma rabitənin sayından 2 dəfə çoxdur. Doğru cavab variantı olur D variantı. Dəm qazında oksigenin valentliyi və oksidaşma dərəcəsi neçədir? Deməli, dəm qazı CO yazılır. Biz bilirik ki, CO, yəni dəm qazı donor akseptor mexanizmi yaranmış molekuldur və burada karbon da, oksigen də 3 valentlidir. Oksidaşma dərəcəsi dəyişmir. -2 oksigendir. Karbonda müsbət 2 olacaq təbii ki. Bizdən kimi soruşurdu? Oksigen soruşurdu. 3 valentli və -2. 3 valentli və -2 D variantı olacaq. Davam edirik. Deməli, 1 mol C3H8-in ümumi rabitə enerjisini hesablamaq lazım. Necə hesablayacaq? Gəlin C3H8-i birlikdə açaq. Görürük 3 dənə karbon var. 3 karbonu bir-birindən birləşdirdik. Deməli, 8 hidrogen var və biz hər karbona valentliyinə uyğun hidrogen sayı birləşdirək. Görək 8 alınırmı? Hidrogen, məsələn, buna 3 dənəyə yazdım. Bir xətti var, 3-ü çatışmır. Yəni, karbonun burada 2 dənə valentliyi var, ikisi çatışmır. Hidrogen ikisini yazdıq. Burada isə bir xətti var, 3-ü çatışmır. Bunları qeyd edək. Aha, 8 dənə hidrogen oldu mu? Oldu. Deyir ki, bizdə rabitə enerjisini hesablamalıyıq. Karbon hidrogen arasındakı rabitə enerjisi 100-ə bərabərdir. Bizdə isə karbon hidrogen var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-i vurdum 100-ə. Elədir, 800 kilokalori bölmə oldu. Deməli, karbon-karbon arasındakı rabitə isə 85 kilokalori bölmə oldu. Deməli, 2 dənə karbon-karbon arasında var. Bir bu, və bir dənə bunu başqa bir rənglə qeyd edeyim. Deməli, bir dənə bizdə biri budur, bir də budur. Deməli, 2 dənədir karbon-karbon arasındakı rabitəmiz. 2-ni vurduq nəyə? 2-ni vurduq 85-ə. O da elədi 170. 800 ilə 170 edir 970. Ümumi rabitə enerjisini soruşur. Cavab olacaq 970. Davam edək. 6-cı sualla. 6-da nə deyir bizə? 6-da deyir ki, alüminium kesilür. Kovalent rabitənin sayını tap, iyon rabitənin sayını tap. Sonra kovalent rabitə sayını böl, iyon rabitə sayını. Yazaq alüminium 2, SO4, 3 verəm.
Biz bilirik ki, iyon rabitənin sayını tapmaq üçün metalın valentini sayına vurmaq lazımdır. İçine vurduq 3-ə. 6 iyon rabitəmiz var. Oksijenin birləşmələrdə oksijenin valentliyi, deməli, valentinin sayını vurub ümumi rabitə sayını tapa bilərik. Və yaxud da mərkəzi atomun valentinin sayına vurmaq. 3'ü 4'e vurdum 12. 12'ni vurdum 2'ye 24. 24 ümumi rabitədən 6 iyonu çıxıram. Yerdə qalır nə qədər? 18 dənə polyer kovalent. 18 polyer kovalentimiz var. X oldu 18. Ee, 6 iyonumuz var. Y oldu 6. 18'i 6'ya böləndə, yəni X Y-ə böləndə olur A variantı. Daha sonra eyni misal burada da var. Deməli, kalsium, klor, O3, neçə dənə? 2 dənə. Deməli, kovalent rabitənin sayı və iyon rabitəsi. İyon rabitə metal bilirik ki, nə qədərdir? Valent deyicinin neçədir? 2-dir. Kalsiumun 1-i vurdum 2-yə. 2 iyon rabitəmiz var. Bir dənə kalsiumumuz var axı. Oksijen 2 valent edir. 3-yə vurdum 6, 6-ını 2-yə vurdum 18. 18-dən 2-ni çıxdım qaldı 16. Polyar kovalent. Yox, üzr istəyirəm. 3-ü 2-yə vurdum. 6, 6-ını 2-yə vurdum 12. 12-dən 2-yə çıxdım 10 qaldı. Məsəf vurdum. Deməli, 10 dənə polyar kovalentimiz var, 2 dənə iyonumuz var. Və onu da 2-yə böləndə deyir 5 dənə. Ya daha sonra 5 edir. Daha sonra keçirik 8-ci suala. 8-ci sualda nə deyir bizə? 8-ci sualda deyir ki, hansı birləşmələrdə manqan oksijen dərəcəsi doğru göstərilir? H2 manqan O4-ü yazaq. H2 manqan O4. Biz bunu necə hesablayırıq oksijen dərəcələrini? Qaydamız var idi ki, molekulda atomların oksijen dərəcələrinin cəbri sıfıra bərabərdir. Oksigen mənfi 2-dir, hidrogen müsbət 1-dir, manqan X yazaq. 2-ni vurduq 1-ə 2, üstə gələk x, üstə gələk 4-ü mənfi 2-yə vuranda mənfi 8 edir. Bərabərdir 0 və biz buradan x-in müsbət 6 olduğunu tapırıq. Yazaq bura müsbət 6. Manqan O2-də də eyni qayda ilə. Manqan O2 yazıram bura. Oksigen mənfi 2-dir. Buna da bir x yazsaq. X üstə gəlməsin. Mənfi 2, mənfi 2. 2-ni mənfi 2-yə vuranda mənfi 4 bərabərdir 0. X də bərabərdir müsbət 4. Deməli, burada olur müsbət 4. Kalium manqan O4-də də eyni qaydadır. Mənfi 2 budur, müsbət 1 budur. Buna da x yazsaq. 1 üstə gəlinsin, x üstə gəlinsin. Mənfi 8 bərabər 0, x də olur müsbət 7. Deməli, 6, 4, 7. 6, 4, 7 D variantındadır. Daha sonra sigma rabitələrin əmələ gəlmə sxemini göstərin. Sigma rabitədə biz konkret olaraq qayda olaraq deyirik ki, yalnız bir örtülmə var. Bir örtülmə olan variantları seçəcəyik. Birinci, İkinci, üçüncü. Fərq yoxdur hansı orbitalar örtülür. Yekunda örtülmə dediyim kəsişmədir. Bax, biri bu, bir dənədir. Görürsünüz? Üçündə də bir dənə örtülmə var. Dördüncü pir abidəsidir. Pir abidəsi PP orbitallarının yandan örtülməsi, müstəvi boyunca örtülməsinə əmələ gəlir. İki örtülməsi var pir abidəsinin. Ona görə bizə sigma sorulursa, doğru cavab variantı 1, 2, 3 olacaq. Yəni B variantı olacaq. Davam edək. 10-cu suala baxaq. 10 sualda molekulda kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən elektronların sayı, gəlin bunu hesablayaq. Deməli, ümumiyyətlə elektronların sayını hesablayacaq. H florda hidrogenlə flor birləşəndə bir qat rabitə ilə bir-birinə birləşir və bir rabitə var. Bir rabitəndə 2 elektron yaradır. Burada iştirak edən 2 elektron. Deməli, A gəldi. Deməli, birinci. Azotun quruluşunu biz necə yazırdıq? Azot, 3 qat rabitə azot. Deməli, 3 dənə rabitə var azot molekulda azot atomları arasında. Üstünə 2-yə vuranda, niyə 2-yə vururam? Yenə deyirəm. Bir dənə rabitəni, yəni bir qat rabitəni əmələ gətirir 2 elektron. Bizim də burada 3 qat rabitəmiz var. 3 dənə rabitəmiz var. 3-ü də vuranda 2 elektron nə edir? 6 elektron. Burada əmələ gətirdi 6 elektron, 6-ya gəldi B, yəni sözə gəldi B. H-ını çəkək, şöyle baxın, H, O, H. H. Deməli, yenə 2 dənə rabitənin olduğunu görürük. 4 elektron var burada. Rabitənin yaranmasına iştirak edib. Deməli, C gəldi bura. Hidrogende bilirik ki, H, bir qat rabitəmiz var. Bir dənə 2 elektron iştirak edib. D gəldi bura. Və O2-də oksigen 2 qat rabitə oksigen. Deməli, 2 qat rabitə olduğuna görə 4 elektron iştirak edəcək. Deməli, Y variantda gəldi bura. 1AD, 2CY, 3BD. B daha doğrusu. 1AD, 2CY, 3B. Növbəti suala baxaq. Növbəti sualımız deməli keçirik 11-ci suala. 11-ci sualda nə deyir bizə? Maddə amoniakdır. Kütlələrinin və hidrogen kütlələri eyni miqdardadır. Amoniak necə yazılır? NH3. Etan necə yazılır? CH6 və metan da CH4. Hidrogenlərin kütlələri eyni olması, hidrogenlərin sayı bərabər olmalıdır. Deməli, 3, 6, 4-ə ortaq mənası 12 götürsəm, mən bura onda 4 yazsam, bura 1, 2 yazsam, bura 1, 3 yazsam, bunların hidrogenlərin kütlələri bərabər olur. Hibrid orbitalların sayını müqayisə etmək lazımdır.
Biz bilirik ki, amonyak molekulunda azot atomu sp3 hibrid orbitalı halındadır. 4'ü vurdum nəyə? 4'e 16 tane hibrid orbitalımız var. sp3'ü de 4 tane olur. 1s, 3 tane p. 4'e 4'e vuranda hibrid orbitalların sayı olur 16. Deməli, CH6 etan, yəni alkanlara aiddir. Buradakı karbon da sp3'dür. Yenə bizim belə deyək də 2 karbonumuz var. İkisi də sp3'dür. 8 də vuraq 2-yə 16. Deməli, bu da olacaq 16. Burada da yenə bu karbon sp3, üstü də vuranda edir 12. Deməli, onda belə çıxır ki, N1 oldu 16, N2 oldu 16, N3 oldu 12. Müqayisə aparmaq lazımdır. 16 16-ya bərabərdir, yəni N1 bərabərdir N2-yə böyükdür N3-dən. Yəni doğru cavab variantımız A variantı olur. Kalium 2, xrom 2, O7 birləşməsində xromun oksidaşma dərəcəsini tapmaq lazımdır. Gəlin tapaq. Biz nə dedik bayaq? Biz öyrəndik ki, molekulda atomların oksidaşma dərəcələrinin cəbri cəmi sıfıra bərabərdir. 2-ni vurdum 1-ə, elədi 2, üstə gələk. 2-ni vurdum x-ə, 2x, üstə gələk. 7-ni mənfi 2-ə vuran neçə edir? Mənfi 14 bərabərdir 0 və biz buradan x-in müsbət 7 olduğunu tapırıq. Deməli, çox üzrə müsbət 6. Müsbət 6 olduğunu tapırıq. Doğru cavab variantımız olur D variantı. Natrium 3 period birləşməsində fosforun oksidaşma dərəcəsi yenə eyni qayda ilə -2, müsbət 1, x. Deməli, 3 üstə gələk x, üstə gələk -8 bərabərdir 0, x-imiz bərabərdir müsbət 5-ə. Doğru oldu cavabımız müsbət 5. 14-cü sual. Polyar kovalent rabitə. Polyar kovalent rabitə, ümumiyyətlə kovalent rabitə qeyri-metalları bir-birinə bağlayan rabitədir. Bölünür iki yerə, polyar və qeyri-polyar. Qeyri-polyar kovalent rabitə eyni qeyri-metalları bir-birinə bağlayır. Polyar kovalent rabitə isə müxtəlif qeyri-metalları. Əgər məsələn A qeyri-metaldsa, iki dənə A qeyri-metalı bir-birinə bağlayan rabitə qeyri-polyardır. Əgər A və B ikisi də qeyri-metaldsa, amma ayrı-ayrı qeyri-metallardırsa, bu rabitəmiz polyar kovalent rabitədir. Mən belə deyim də, buradan natriumu, manqanı, kaliumu çıxaram. Niyə çıxdı? Çünki metallar da bunlarla digər qeyri-metallar arasında iyon rabitəsi əmələ gələcək. Bundan işimiz yoxdur. C variantında azot molekulu. Məsələn, azotun quruluşunu bayaq çəkmişdim. Azot üstqat rabitə azot. Eyni qeyri-metallarda qeyri-polyar kovalent rabitədir. Bizə polyarı soruşur. Yəni, bəsit maddələr çıxdıq. Çünki bəsit maddələrdə eyni atomlarda və eyni atomlar arasında qeyri-polyar kovalent rabitə olur. Doğru cavab variantı qalır. NO2, CO2, SO2, yəni Y variantı olmuş olur. Daha sonra davam edək. 15-ci sual. 15-ci sualda nə dedik bizə? Metal birləşmələrdə maksimum oksidaşma dərəcəsi müsbət 3-dürsə, bu belə deyək də, bu metal 3-cü qrupa aid olan metaldır. Bunun ümumi formulu NS1, daha sonra üzr istəyirəm, NS2, MP1 şəklində yazacağıq. 3 qrupun cəmi neçə olmalıdır? 3 olmalıdır. NS2, MP1 variantı D və Y-də var. Qeyri-metal müsbət 5-dirsə maksimum, yenə maksimum. O da təbii ki, 5-ci qrupda yerləşəcək. 5-ci qrupda yerləşən elementin elektron formulu NS2, NS2, MP, deməli 3 olmalıdır ki, 5-ci qrupda yerləşsin. Doğru cavab variantı olacaq Y variantı. 16-cı sualda bayaqki sual kimi qeyri-polyar kovalent var. Artıq burada qeyri-polyar. Qeyri-polyar eyni qeyri-metallara bağlayır. Yəni biz buradan NO-nu çıxdıq, biz buradan NH3-ü çıxdıq, biz buradan pH-ü çıxdıq, H2 çıxdıq və s. Doğru cavab variantımız C variantı artıq açıq şəkildə görünür. Deməli, suallarımız bitdi. Biz bu günləri baxdıq nəyə? Baxdıq 2017-ci ildən 2024-cü ilə qədər qəbul və Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında və sınaq imtahanlarında istifadə olmuş qəbul suallarının və sınaq suallarının izahına baxdıq. Hər kəsə uğurlar arzu edirəm. İnşallah növbəti videolarda görüşərik. Hələlik.